Salam uşaqlar, bugün kimyanın ilk anlayışları mövzusunu öyrənəcəyik. Deməli, kimya nə öyrənir? Kimya maddələri, maddələrin tərkibini, quruluşunu, alınma üsullarını, xassələrini, çevirmələri və bu çevirmələr zamanı baş verən hadisələri öyrənən elmdir. Kimya elmi bölünür 3 hissəyə: ümumi kimya, qeyri-üzvi kimya və üzvi kimya. Ümumi kimya, kimyanın əsas qanunlarını və qanun uyğunluqlarını öyrənir. Qeyri-üzvi kimya, qeyri-üzvi maddələrin tərkibini, quruluşunu, alınma üsullarını, üzvi kimya isə üzvi maddələrin tərkibi, quruluşu, alınma üsullarını öyrənir. Bəs maddə özü nədir? Maddə materiyanın kütlə və həcmə malik olan növüdür. Ətrafımızda gördüyümüz bütün cisimlər maddələrdən təşkil olunub. Maddələr isə öz növbəsində molekulardan, molekularda atomlardan, atomlarda daha kiçik zərrəciklərdən, proton, neytron və elektronlardan ibarətdir. Maddələri bir-birinə fərqləndirmək və yaxud da onların oxşar cəhətlərini müəyyən etmək üçün müxtəlif əlamətlərdən istifadə edirik. Biz bu əlamətlər bölünür iki yerə: fiziki əlamətlər və yaxud kimyəvi əlamətlər. Və yaxud biz bunu xassələr də adlandıra bilərik: fiziki xassələr və kimyəvi xassələr. Maddənin aqreqat halı, sıxlığı, qaynama, ərimə temperaturu, həll olma qabiliyyəti, rəngi, iyi dadı, bunlar hamısı maddənin fiziki xassələridir. Metallıq, qeyri-metallıq, müəyyən şəraitdə bir maddənin başqa maddəyə çevrilməsi, başqa maddələrlə reaksiya daxil ola bilməsi, oksidləşdiricilik, reduks edicilik, bu xassələr isə nədir? Kimyəvi xassələrə aiddir. Bilirik ki, 3 aqreqat halımız var: bərk, maye və qaz. Bərk maddə molekulları bir-birinə nisbətən nizamlı və yaxın yerləşir. Maye molekulları bir-birinə nisbətən uzaqda yerləşir, yəni bərklə müqayisədə. Qazda isə nizamsız və bir-birindən çox uzaqda yerləşir və qaz molekulları xaotik hərəkətdədir. Deməli, bu üç aqreqat halı arasında keçidlər mövcuddur. Bərkdən birbaşa qaza keçid adlanacaq sublimasiya, qızdırıldıqda sublimasiya edən maddələrə yod və quru buz aiddir. Daha sonra qazdan bərkə keçid adlanacaq desublimasiya, bərkdən mayəyə keçid ərimə, əksi olan proses donma, mayədən qaza qaynama, əksi olan proses, yəni qazdan mayəyə adlanacaq kondensləşmə. Ümumiyyətlə, maddələr ərimə temperaturuna qədər bərk halda olur, ərimədən qaynamaya qədər maye halda olur, qaynamadan yuxarıda isə qaz halda olur. Bu nə deməkdir? Məsələn, su misalında baxsaq, su bilirik ki, 0 dərəcədə donur, 100 dərəcədə qaynayır. 0 dərəcədən aşağıda, yəni ərimə temperaturuna qədər bərk halda olacaq. Ərimə ilə qaynama arasında, yəni ərimədən qaynamaya qədər olacaq maye halda. Qaynamadan yuxarıda olacaq qaz halda. Bərk saf maddəni sabit təzyiqdə biz qızdırsaq, burada onun temperaturunun zamanla asılı qrafiki bu cür olacaq. İlk olaraq bərk maddə temperaturu artırırıq və deməli bərk maddə ərimə temperaturuna qədər ümumiyyətlə maddəmiz hansı halda olur? Bərk halda. Daha sonra temperaturu sabit qalır. Yenə temperaturumuzu artırırıq. Ərimə ilə qaynama arasında hansı halda olur? Maye halda. Temperatur sabit qalır, yenə artır və bu zaman qaynama temperaturundan yuxarıda olacaq qaz halda. Maddənin sıxlığı da onun fiziki xassələrinə aiddir. Sıxlıq nə deməkdir? Vahid həcmdə kütləyə biz deyəcəyik sıxlıq. Sıxlıq Ra hərfi ilə işarə olunur. Düsturu Ra bərabərdir M bölünsün V şəklindədir. Vahid isə qram bölünsün millilitrdir. Sabit şəraitdə, yəni təzyiq sabit olduqda və temperatur sabit olduqda Rho bərabərdir M bölünsün V düsturundan. Biz görürük ki, burada M V-dən düz asıdır. Rho M-dən düz asıdır. Hansı şəraitdə? Təbii ki, ona da baxacaq. Birinci baxırıq. M bölünsün V bir-birinə düz asıdırsa, deməli, bunların nisbəti sabit olacaq. M bölünsün V nisbəti bizə nəyi verirdi? Rho-nu. Deməli, sabit şəraitdə Rho da sabit olacaq. Amma qaz halında maddənin kütləsini sabit saxlasaq, həcmi dəyişdirsək, sıxlıqla həcm tərs asıdır. Yəni, məxrəclə tərs, sürətlə düz asıdır. Aşağı ilə tərs, yuxarı ilə düz asıdır. Bərk maye qaz istiqamətində molekul arası məsafəmiz artır, cazibə qüvvəmiz azalır. Buna səbəb odur ki, biz dedik ki, bərk maddə molekulları bir-birinə sıx, nizamlı şəkildə, mayedə nisbətən uzaq, amma nizamlı, qaz molekulları da ümumiyyətlə nizamsız və bir-birindən çox uzaqda yerləşir. Deməli, getdikcə molekul arası məsafəmiz artır. Cazibə qüvvəmiz isə azalır, çünki molekul arası məsafəmiz artır. Bundan başqa sıxlıq da azalır. Bu istiqamətdə istisna halımız buzdur ki, buzun sıxlığı suyun sıxlığından daha azdır. Maddələrin təsnifatına gəlirik. Dedik ki, maddələr fiziki xassələrinin sabitliyinə görə iki yerə bölünür: saf maddələr və qarışıqlar. Saf maddələrin biz formulunu yaza bilirik. Yəni, hansı maddələrin formulunu yaza biliriksə, bu saf maddədir.
Hansının formulunu yaza bilmiriksə, bu adlanır nə? Qarışıq. Məsələn, su saf maddədir, çünki formulunu yaza bilirik. Karbon qazı saf maddədir, nitrat saf maddədir, sulfat turşusu saf maddədir. Amma neft qarışıqdır, çünki formulu yoxdur. Benzin formulu yoxdur. Kerosin formulu yoxdur. Hava formulu yoxdur. Deməli, nədir? Qarışıqdır. Saf maddələr özü də bölünür iki yerə, bəsit maddələr və mürəkkəb maddələr. Bəsit maddələr dedikdə eyni növ element atomundan ibarət olan maddələri biz deyəcəyik bəsit maddələr. Mürəkkəb maddələr isə müxtəlif növ atomlardan təşkil olunmuş maddələrdir. Nüvəsinin yükü eyni olan atomlar növünə isə biz deyəcəyik kimyəvi element. Qarışıqlar özü də iki yerə bölünür, homogen və heterogen qarışıqlar. Homo eyni deməkdir, hetero müxtəlif deməkdir. Yəni homogenin digər adı homo eyni cinsli qarışıqlar, hetero müxtəlif cinsli qarışıqlar. Homogen qarışıq nədir? Adi gözlə baxanda biz qarışığın tərkibində, yəni maddə moleküllarını bir-birindən adi gözlə fərqləndirə biliriksə, bu adlanacaq heterogen. Məsələn, qumla su qarışığı. Qarışığa baxanda qumu və suyu bir-birindən ayırd edə bilirik adi gözlə. Amma qarışığın tərkibində olan maddələri biz adi gözlə və yaxud da mikroskop altında ayırd edə bilmiriksə, bu adlanacaq homogen. Məsələn, su ilə duz qarışığı, su ilə etil spirti qarışığı. Bəsit maddələr özü də öz növbəsində ikiyə bölünür. Qeyri-metallar, metallar. Qeyri-metallı metalların bir-birindən fərqli xüsusiyyətləri var. Metallar istilik və elektriki yaxşı keçirir, adi şəraitdə bərk halda olur. Bir də istisnamız civədir ki, civə adi şəraitdə maye haldadır. Bundan başqa, deməli, metallar plastik xassələrdə döyüldükdə yaslana bilirlər. Qeyri-metallar isə istiliyi pis keçirirlər, elektriki isə keçirmirlər. Ona görə də qeyri-metallar izolyatorlar adlanır. Bundan başqa qeyri-metallar kövrə xassəlidir, yəni döyüldükdə ovxalanırlar və hər üç aqreqat halında ola bilirlər. Məsələn, qaz halda bəsit maddə, məsələn, qeyri-metal oksigen ola bilər, hidrogen ola bilər, azot ola bilər. Maye halda qeyri-metalımız bromdur, bərk halda qeyri-metalımız karbon, silisium, bordur və yaxud kükürt, fosfor, yol ola bilər. Heterogen qarışıqlar özü də iki yerə bölünür, emulsiya və suspenziya. Emulsiya maye qarışığıdır. Təbii ki, heterogendən danışırıqsa bir-birinə həll olmayan maye qarışığıdır. Suspenziya isə maye bərk qarışıqdır. Təbii ki, yenə burada həll olmayan qarışıqdan söhbət gedir. Emulsiya misal olaraq biz neft su qarışığını, benzin su qarışığını, kerosin su göstərə bilərik. Suspenziya isə qum su qarışığı, barium sulfat bilirik ki, çöküntüdə suda həll olunur. Barium sulfat su çöküntüsü, yəni su məhlulu adlanacaq nə? Suspenziya. Bəsit maddələr iki formada mövcud ola bilər. Bir atomlu və çox atomlu. Bir atomlu dedikdə, yəni bir atomdan ibarətdir. Məsələn, karbon, silisium, bor, helium, neon, argon və s. Çox atomlu qaz halda olanlar, yəni birdən artıq atomdan ibarətdir. Məsələn, N2, O2, H2, fluor2, xlor2 və s. Çox atomlu maye halda olan qeyri-metalımız olacaq brom. Bərk halda olan isə olacaq yod, fosfor və kükürt. Saf maddə ilə qarışığın fərqlərinə gəlir. Saf maddələrin tərkibi sabit olur, çünki sabit kütlə nisbətinə əmələ gəlir. Məsələn, su əmələ gələn zaman 2 mol hidrogen, 1 mol oksigen reaksiyaya girir, su əmələ gəlir. Yəni 2-1 nisbətində əmələ gəlir, sabit kütlə nisbətində. Bu səbəbdən tərkibi sabit olur. Amma qarışıqların tərkibi dəyişkən olur, çünki istənilən kütlə nisbətində əmələ gəlirlər. Məsələn, biz duzla su qarışığı yaratmaq istəyiriksə, duzu 50 qramda götürə bilərik, 100 qramda götürə bilərik. Suyu da yenə 200 ml və yaxud 300 ml şəklində götürə bilərik. İstədiyimiz nisbətə götürə bilərik. Bu səbəbdən də qarışığın tərkibi dəyişkən olur, saf maddələrin tərkibi sabit olur. Saf maddə əmələ gələn zaman orada kimyəvi reaksiya getdiyi üçün istilik ayrılır və yaxud udulur. Qarışıqlar əmələ gələn zaman orada kimyəvi reaksiya getmədiyinə görə istilik nə ayrılmır, nə də ki udulmur. Saf maddələr sabit fiziki xassələrə malik olur. Qarışıqlar isə dəyişkən fiziki xassələrə malik olur. Saf maddələri bir-birindən ayırmaq üçün biz fiziki üsullardan yox, kimyəvi üsullardan istifadə edirik. Məsələn, suyun tərkibinə hidrogeni almaq üçün biz istifadə edirik elektrolit üsulu ilə. Elektrolit üsulu elektrik cərəyanı vasitəsilə ayrılmadır. Qarışıqları isə fiziki üsullarla bir-birindən ayıra bilirik. Allotropiya hadisəsi nədir? Bir element bir neçə bəsit maddə əmələ gətirirsə, bu hadisəyə biz deyəcəyik allotropiya, əmələ gəlmiş şəkil dəyişmələri isə deyəcəyik allotropik şəkil dəyişmələr. Allotropik şəkil dəyişmə əmələ gətirən elementlərimiz 5 dənədir. Kopsis olaraq yadda saxlayırıq. Karbon, oksigen, fosfor, silisium və kükürt. Karbonun şəkil dəyişmələri almaz, qrafit, karbin, fülleren, oksigenin şəkil dəyişmələri oksigen, azon. Fosforunki ağ, qırmızı, qara fosfor, silisiumunki kristalik, amorf, kükürd isə kristalik və plastik kükürdə bölünür. Yəni, bu şəkil dəyişmələri əmələ gətirir. Bizə topluda suallar düşür ki, hansı halda bəsit maddə kimi anlayış verilib, hansı halda kimyəvi element kimi anlayış verilib. Əgər bizə qarışığın tərkibində verirsə,
Məsələn, havanın tərkibində azot və yaxud oksigen kimi verirsə, bu bəsit maddədir. Yox, əgər mürəkkəb maddənin tərkibində verirsə, məsələn, nitrat turşusunun tərkibində, amoniakın tərkibində azot verirsə, bu olacaq nə? Kimyəvi element. Dövri sistemdə mövqeyi verirsə, hissəciklərin sayı verirsə, nisbi atom kütləsi verirsə, olacaq kimyəvi element. Əgər kimyəvi xassələri verirsə, məsələn, deyir ki, hidrogen xlorla reaksiyaya girir, amma fosforla reaksiyaya girmir. Kükürt oksigenlə girir, amma yodla reaksiyaya girmir. Deməli, bu nə olacaq? Bəsit maddə kimi göstərilmiş olacaq. Ərimə qaynama temperaturu, yəni fiziki xassələri verirsə, bu yenə nədir? Bəsit maddədir. Tətbiq sayısı verirsə, yenə bəsit maddədir. Gəlirik qarışıqlara. Dedik ki, 2 və daha çox maddənin qarışması nəticəsində əmələ gələn sistemə qarışıqlar deyirik. Qarışıqları biz bölürük iki yerə, homogen və heterogen qarışıqlar. Homogen eyni cinsdir, heterogen müxtəlif cinsidir. Adi gözlə və yaxud da mikroskopla tərkib hissələri fərqlənmirsə, bu homogen qarışıqdır. Fərqlənirsə heterogen qarışıqdır. Homogen qarışıqları ayırmaq üçün biz 4 üsuldan istifadə edirik. Buxarlandırma, kristallaşdırma, xromatoqrafiya və distillə. Distillə üsulu qaynama temperaturunun müxtəlifliyinə əsaslanır. Xromatografiyada adsorpsiya və resorpsiya qabiliyyətinə, buxarlandırmada da deməli qaynama temperaturu bərk maddə ilə maye maddə qarışığını biz ayırmaq üçün istifadə edirik buxarlandırmadan. Məsələn, duz su qarışığını buxarlandırma üsulu ilə ayırırıq. Buxarlandırma üsulunda maddədə olan mayenin hamısı, yəni məhlulda olan mayenin hamısı buxarlanır. Bərk maddə qabda qalır. Kristallaşdırma üsulunda isə mayenin bir hissəsi buxarlanır, bir hissəsi qabda qalır. Bu zaman qabda qatı bir məhlul əmələ gəlir və bu məhlulu biz soyutduqda kristallaşır və qabın dibinə çökür. Distillə üsulu dedik ki, qaynama temperaturunun müxtəlifliyinə əsaslanır. Məsələn, etil spirtli su qarışığını biz distillərinə ayırırıq. Bu zaman qarışıq qızdırılanda aşağı temperaturda olan qaz birinci buxarlanır və keçir soyuducu hissəsinə. Distillə aparatında soyuducu hissə var, keçir ora. Soyuducu hissəsində qaz haldan maye hala keçir, yəni kondensləşir və yığılır ayrıca bir qaba. Bu olacaq distillə üsulumuz. Digər bir üsulumuz xromatoqrafiyadır. Xromatoqrafiya isə bərk maddənin adsorpsiya və desorpsiya qabiliyyətinə əsaslanır. Heterogen qarışıqları ayırmaq üçün biz 3 üsuldan istifadə edirik. Süzmə, ayrıca qıf durultma və yaxud da maqnit təsir etmə. Süzmə üsulunda bərk maddə ilə maye maddənin əmələ gətirdiyi qarışığın, yəni suspenziyanın ayrılması üsuludur. Məsələn, qum su qarışığını biz ayırırıq süzmə üsulu ilə. Bu zaman biz ayrıca qıfdan və yaxud da süzgəc kağızdan istifadə edirik. Məhlulu süzən zaman maye yığılır başqa bir qaba, altdakı qaba, amma süzgəc kağızı məsamələrdən ibarətdir və qum bu məsamələrdən keçə bilmədiyi üçün süzgəc kağızında qalır. Durultma üsulu sıxlıq fərqinə əsaslanır. Yəni burada maye qarışığı, təbii ki, bu nə adlanır? Emulsiya. Burada sıxlığı az olan maye yuxarı təbəqəyə yığılır, sıxlığı çox olan isə aşağı təbəqəyə yığılır. Məsələn, yağla su qarışığında yağın sıxlığı az olduğuna görə yuxarı təbəqədə qalır, suyun sıxlığı çox olduğuna görə aşağı təbəqədə qalır. Və deməli, kranı açan zaman aşağıda olan maye, yəni sıxlığı çox olan maye başqa bir qaba keçir. Digər bir üsulumuz adlanacaq maqnitlə təsir etmə. Burada bilirik ki, maddələr maqnit xassəsinə görə 3 yerə bölünür. Ferromaqnit, paramaqnit və diamaqnitlər. İçərisində maqniti daha yaxşı özünə cəzb edən ferromaqnitlərdir ki, biz maqnitlə təsir etmədə ferromaqnit maddələrin ayrılmasını istifadə edəcəyik. Məsələn, dəmir tozu ilə qum qarışığında dəmir gəlib maqnitə yapışacaq, çünki ferromaqnit xassəlidir. Daha sonra gəlirik valentlik anlayışına. Valentlik nə deməkdir? Kimyəvi element atomunun özünə müəyyən sayda başqa element atomu birləşdirmək qabiliyyətinə biz valentlik deyirik. Və yaxud sadə dillə desək, məsələn, bizim neçə qolumuz var? 2 qolumuz var. Deməli, özümüzə neçə adam birləşdirə bilərik? 2 adamı. Eyni ilə elementlərdə də belədir. Məsələn, oksigen 2 valentlidir, deməli 2 qolu var. 2 elementi özünə birləşdirə bilər. Hidrogen 1 valentlidir, deməli 1 elementi özünə birləşdirə bilər. Məsələn, H2O birləşməsində biz valentlik tapsaq, burada görürük ki, oksigenin neçə hidrogen birləşib? 2 dənə. Deməli, oksigen 2 valentlidir. Hidrogenə neçə oksigen birləşib? 1 dənə. Deməli, hidrogen 1 valentlidir. Sabit və dəyişkən valentləri əzbərləyirik, əzbər öyrənirik. Elementin maksimum valentliyini tapmaq üçün onun qrupu nömrəsinə baxmaq lazımdır. 3 elementimiz var ki, qrupun nömrəsinə uyğun valentlik göstərmir. Bunlar fon elementləri adlanır. Flor, oksigen, azot. Flor yerləşir 7-ci qrupda, amma maksimal valentlik 1-dir. Oksigen yerləşir 6-cı qrupda, maksimal valentlik 2-dir. Azot yerləşir 5-ci qrupda, maksimal valentlik isə 4-dür. Minimal valentliyi tapmaq üçün 4-dən və sonraki qruplar üçün. Minimal valentliyi tapanda 8-dən elementin yerləşdiyi qrupu çıxırıq. Məsələn, kükürdün minimal valentliyini tapmaq üçün 8-dən yerləşdiyi qrupu, yəni 6-nı çıxırıq. Cavabımız edir 2. Deməli, kükürd həqiqətən də minimal 2 valentlik göstərir. Valentliyə görə formulu tərtib eləyəndə 2 üsuldan istifadə edirik. Birinci üsulumuz odur ki, valentliyə uyğun ədədlərin əkobunu tapırıq və daha sonra əkobu hər bir elementin valentliyinə bölüb indeksinə yazırıq. İkinci üsulumuzda isə deməli, valentlikləri üzərinə yazandan sonra çarpaz şəkildə yazırıq. Təbii ki, burada ixtisar gedirsə, ixtisar aparırıq, daha sonra çarpaz şəkildə yazırıq.
Fiziki və kimyəvi hadisələrdən danışsaq, hadisələr dedik bölünür iki yerə, fiziki və kimyəvi hadisələr. Fiziki hadisələr zamanı maddənin fiziki xassələri, aqreqat halı, rəngi, iyi, dadı dəyişir. Kimyəvi hadisələr zamanı həcmi, forması, aqreqat halı ilə yanaşı quruluşu xassəsi də dəyişir. Maddə başqa bir maddəyə çevrilir. Fiziki hadisələrə məsələn fiziki ayrılma üsulları, buxarlandırma, kristallaşdırma, maqnit təsir etmə, durultma, distillə, xromatoqrafiya, süzmə aiddir. Və yaxud aqreqat halların dəyişməsi prosesi, məsələn, sublimasiya, desublimasiya, kondensləşmə, buxarlanma, ərimə, bərkimə aiddir fiziki hadisələrə. Kimyəvi hadisələr zamanı kimyəvi prosesdə, yəni kimyəvi reaksiya baş verir, tərkib dəyişir. Məsələn, piroliz, kreking, elektroliz, hidroliz, hidrogenləşmə, dehidrogenləşmə, hidratlaşma, dehidratlaşma, yanma, çürümə, qıcqırma bunların hamısı nədir? Kimyəvi hadisədir. Havadan azotun və yaxud oksigen alınması fiziki hadisədir, distillyasiya həyata keçirilir. Neftin fraksiyalara ayrılması, yəni benzin, kerosin, liqrain, qazol, mazut alınması fiziki hadisədir, distillyasiya həyata keçirilir. Kartofdan nişastanın alınması da fiziki hadisədir. Dərsimiz bu qədər.